Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nəbiyyə bədə əmmə bəd. Davam edirik. Muxtasar Sirat-ı Rasul adlı risaləni Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimahullahın və bir gündə 17-ci dərsdir. Və mövzu İslam Həmzə ibn Abdülmuttalib. Həmzə İbn Abdülmuttalibin İslamı qəbul etməsi, bu da deyir 9-cu ildə baş verib, yəni Peyğəmbərliyin 6-cı ilində daha doğrusu, Peyğəmbərliyin 6-cı ilində Həmzə İbn Abdülmuttalib və Ömər radiyallahu anhu bu ikisi İslamı qəbul edir. Necə ki İbn İshaq rahimahullah buyurur, Mərrə Əbu Cəhil bi Rasulillahi sallallahu aleyhi ve sellem əndə safə fəzəhu və nələ minhu. Əbu Cəhil Allah Resulü sallallahu aleyhi ve sellem safədə olanda yanından keçir, ona əziyyətlər verir, həddin aşır əziyyətində. Allah Resulü sakit durur. Fəqamə Rasulullah sallallahu aleyhi ve sellem və daxiləl məscidə. Və Allah Resulü durur, sallallahu aleyhi ve sellem məscidə daxil olur. Və kənət Mavlət li Abdullah ibn Cəd'an fi məskən ləhə aləs-safə. Və deyir, Abdullah ibn Cəd'anın xanımı, yəni Safənin yaxınlığında, yəni məskəni olur, evi olur. O da həmin şeyləri eşidir. Eşidir Əbu Cəhil nə deyir ona. Və Həmzə radiyallahu anhu deyir, ovdan qaydanda, çiynində yayı, yəni yayla oxdan qaydanda, ovdan. Və Həmzə öz dövründə, yəni Qureyşlərin içində ən güclülərdən, izzətlilərdən sayılırdı və həmin o xanım, İbn Cəd'anın xanımı bu şeylərin hamısını danışır ona. Həmzəyə danışır, Əbu Cəhildən eşitdiyi şeyləri. O da qəzəblənir. Qəzəblənir, gəlir məscidə girir. Əbu Cəhil də öz ətrafı arasında oturmuşdu, bir hörmət kimi, izzət kimi. Fəqalə ləhu Həmzəyə musaffir istəh. Ey dalını deyir, saraldan, yəni təhqir olaraq da, yəni bunun iki mənası var, ya özünü naz nemətdə saxlayan, ya da ki qorxaq kimi də, yəni hava buraxaraq saraldan, yəni bir sözlə təhqir eləyir onu. Təştimu ibn əxi və ənə alə dinihi, mən deyir onun dinindəyəm, sən deyir mənim qardaşım oğlunu deyir söyürsən, mən onun dinindəyəm. Bu qəflətən ağzından çıxan sözdür əslində, yəni İslamı elə bir ki hərəkəti qəbul etməsi, dili hərəkətini qabaqlayırdı elə bir ki. Ondan sonra özü qəbul edir. Thumma darabahu bil qawsi fashajjahu mudihatan. Sonra deyir həmin o əlindəki yayla deyir vurur və sümüyü görsənənə qədər, yəni o şiddətlə vurur deyir. Yaralayır onu. Fasar rical min bani Məxzum və sara banu Haşim, banu Haşimdən banu Məxzum talaşa gəlirlər, yəni ki bu hərəkətdən. Fəqalə Əbu Cəhil və Əbu Cəhil deyir ki, du Əbu Uməra, Əbu Uməranı boş verin. Feinni səbbəbtu İbn əxihi səbbən qabihə. Çünki deyir, mən doğrudan da deyir, onun deyir, qardaşı oğlunu çox şiddətli şəkildə deyir, söydüm. Yəni etiraf eləyir. Yəni o vaxt ki, müşriklər də kişi olublar da, yəni bu cəhətdən. Fəalimət Qureyş ənə Rasulullah sallallahu aleyhi ve sellem qad əzzə. Və Qureyş bundan sonra başa düşür ki, artıq Allah Resulü sallallahu aleyhi ve sellem izzətlənir. Fəkuffu anhu bədə məkənu yenəlunə minhu. Və bundan qabaq deyir, etdikləri əziyyətdən dahi əl çəkirlər. Sonra deyir ki, Ömər radiyallahu anhunun İslamı qəbul etməsi. Necə ki, İbn Ömər radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə bir dua edirdi. Allahümmə əizzəl İsləmə bi əhəbbi racileyni ileykə. Ey Allahım, iki kişidən daha sevimlisi ilə, yəni sənə daha sevimlisi ilə İslamı izzətləndir. Ya deyir Ömər ibn Əl-Xattab olsun, ya Əbu Cəhl ibn Hişəm olsun. Fəkənə əhəbbuhumə iləllahi Ömər radiyallahu anhu. Və bunlardan daha sevimlisi Allah üçün Ömər ibn Xattab radiyallahu anhu oldu. Və deyir ki, və ruya an İbn Abbas radiyallahu anhumə və necə ki İbn Abbas radiyallahu anhumədən rəvayət olunur ki, ənəhu qalə li Ömər radiyallahu anhu, soruşur Ömər radiyallahu anhudan ki, bəs nəyə görə səni Fərruq adlandırdılar?
Nəyə görə Fəruq adını aldın? Deyir ki, fəəsləmə Həmzə qabli besələstə əyyəm thumə şərhəllah sadri lil-İslam. Deyir, Həmzə radiyallahu anhu məndən 3 gün qabaq İslamı qəbul etmişdi. Ondan sonra deyir, Allah köksümü İslam üçün açdı. Və əvvəl şeyin səmiyyətuhu minəl Qur'an və vaqara fi sadri və ilk deyir, Qurandan eşitdiyim və qəlbimdədir oturuşan Tahə surəsi 8-ci ayə oldu ki, Allahu la iləhə illə huvəl-ləhul əsməul husnə. Yəni bu ayə oldu. Yəni bilirsiniz də, yəni məşhur hekayə Ömər radiyallahu anhunun ən birinci gedir Peyğəmbər sallallahu əleyhi və səlləmi öldürmək istəyir. Yəni qılıncını hazırlayır, gedir öldürməyə. Yolda bir kəs deyir ki, bəs sənin öz bacın, öz kürəkənin hələ sabiyi olub. Sabi, yəni onlar sabiyi deyirdilər də onlara. İslam qəbul edənlərə. Nəsə gəlir gizlincə eşidir, onlar içlərində Xabbab ibn el-Ərat sahibi olur, qul sahibi, Quran oxuyur. Oxuduğu vaxtı nəsə Ömər radiyallahu anh içəri girəndə gizlədirlər. Deyir ki, nəyi gizlədirsiniz, oxuyursunuz bu dəqiqə? Deyir ki, heç nə öz aramızda danışırdıq da, yəni belə bir şey. Nəysə tutur, kürəkənini boğmaq istəyəndə bacısı yapışır ərini müdafiə etmək üçün, ona da bir şeylə vurur. Sonra peşman olur. Peşman olandan sonra qulu astırırlar. Deyir ki, gətir qulu asın. Qulu asır, ondan sonra təsirlənir. Ondan sonra bax bu hadisə halbuki gəlir. Fəmə min fil ardı nəsəmə əhəbb iləyyə min nəsəmət Rasulullah sallallahu aleyhi ve sellem fəsəəltu anhu. Və deyir, yer üzündə elə bir nəfəs yoxdur ki, Allah Resulunun nəfəsindən daha sevimli olsun mənim üçün. Və deyir, onun haqqında soruşdum, ondan sonraki hal budur da, yəni. Dedilər ki, qeyləli, huvə fi dəril ərqam. O Ərqam ibn Əbil Ərqamın evindədir. Fəəteytu dər, getdim o evə. Və Həmzətu fi əshabihi culusan fi dər. Və Həmzə də həmin oturmuşdu orada, həmin evdə, yəni məclisdə idi. Allah Resulü sallallahu aleyhi ve sellemin həmin evdə. Qapını döydüm, fəstəcməl qom, yəni qövm hazırlıq etdi, yəni talaşa düşdülər ki, Ömər gəlib, qorxurlar bir yandan da ki, düşmən kimi qəbul edirlər. Fəqalə ləhum Həmzə mələkum, Həmzə də deyir ki, nə olub sizə? Deyir ki, Ömər radiyallahu o vaxt hələ kafir idi də. Fəxaracə Rasulullah sallallahu aleyhi ve sellem fəəxəzə bi məcəmi siyabihi thumma nətərani nətratan ləm ətəmələk ən vaqatu alə rukbətey. Və Allah Resulü sallallahu aleyhi ve sellem çıxdı, yəni paltarımı yəni toparlayıb elə bir dartma ilə dartdı məni ki, bir özümü saxlaya bilmədim, diz üstə çöktüm. Yəni gözləmədən etdim. Fəqalə mə əntə bi muntəhin ya Ömər, əl çəkməyəcəksənmi ey Ömər, yəni etdiyindən. Fəqultu, mən isə dedim, əşhədu ən la iləhə illallah və ennəkə rasulullah. Mən şahidlik edirəm ki, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur və sən də onun rəsulusan. Fəkəbbərə əhlüddər təkbirətən səmiyyəhə əhlül məscid. Və ev əhli elə bir təkbir gətirdi ki, onu məscid əhli belə eşitdi. Fəqultu ya Rasulallah. Dedim ki, ey Allahın elçisi, ələysnə aləl haqqi in mutnə o huyyinə. Məyər biz ölsək də qalsaq da deyir, haqq üzərində deyillikmi? Dedi ki, bəli. Fəqultu fəfiməl ixtifə, onda nəyə görə gizlənirik? Vəlləzi bəəsəkə bil haqq lə təxrucunnə fəxaracnə fissafeyn. Səni haqla göndərənə and olsun ki, mütləq deyir, biz çıxacağıq və çıxdıq da. 2 səhv çıxdıq. Həmzə bir səhvdə, mən də digər səhvdə. Sanki deyir, torpağı basaraq, yəni toz çıxardaraq gəlirdi, yəni qorxudaraq da Qureyşliləri. Hətta dəxəlnəl məscidə, gəldik məscidə girdik. Fələmmə nazarat ileynə Qureyş əsabəthum kəəbətun ləm yusibhum misluhə qat. Məscidə necə girdiksə, Qureyşi elə deyir, kədər bürüdü ki, bundan qabaq heç vaxt belə bir kədər olmamışdı onlar üçün. Yəni birdən-birə 2 nəfərin, yəni izzətli adamın İslam'a gəlməsi. Fəsəmməni Rasulullah sallallahu aleyhi ve sellem Əl-Fəruq. Və o zamandan deyir, Allah Resulü sallallahu aleyhi ve sellem məni Əl-Fəruq adlandırdı. Qalə Suheyb və Suheyb deyir ki, ləmmə əsləmə Ömər radiyallahu anhu cələsnə həvləl beyti hilaqan
fətufnə və stansafnə mimmən qaləz aleynə. Suheyb deyir ki, Ömər radiyallahu anh İslamı qəbul edən andan biz deyir, beytin, yəni Kəbənin ətrafında oturduq, halqa, təvaf da etdik və əvvəlkilər, kimlər ki əziyyət verirdilər, onlardan belə acığımızı çıxdıq. Yəni Ömər İslam'a gələndən ancaq İslam izzət yığa getdi. Sonra deyir ki, Himayət Əbi Talib li Rasulillahi sallallahu aleyhi ve sellem. Abu Talibin Allah Resulü sallallahu aleyhi ve sellemə himayə göstərməsi. وَلَمَّا رَأَتْ قُرَيْشْ أَنَّ رَسُولَ اللّٰهِ sallallahu aleyhi ve sellem يَتَزَيَّدُ أَمْرَهُ وَيَقْوَى Və Qureyşdir gördükdə ki, Allah Resulü sallallahu aleyhi ve sellem məsələsi artır, güclənir, yəni ətrafı çoxalır. وَرَأَوْ مَا صَنَعَ Abu Talib bihi və görürlər ki, Abu Talib də onun üçün nə cürünə hörmət qoyur. Məşəv ileyhi bi Ammara ibn el-Valid. Gəlirlər onun yanına Ammara ibn el-Validlə. Deyirlər ki, ya Əbə Talib, ey Abu Talib, həzə ənhədu fətən fi Qureyşin və əcməluhu. Bu Qureyş içində ən üstün, ən gözəl bir gəncdir. Yəni Ammara ibn el-Valid, İbn Muğirə. Ən üstünüdür, deyir, ən gözəlidir. Fəxuzhu vadfə ileynə həzəlləzi xalifə dinəkə və dinə əbəkə. Gələ bunu və bizə deyir, təslim ver, sənin və atalarının dininə müxalif olan kəsi ki, öldürək onu. Fəinnəmə huvə raculun bir racul. Şəxsə şəxsdir. Biz bunu veririk, onu götürürük. Fəqalə bi'səmə təsumunəni tu'tuni ibnəkum urabbihi ləkum və u'tikum ibni təqtulunahu. Necə də pis şeyə deyir, məni sövq edirsiniz, deyir. Özünüz mənə uşağı verirsiniz, tərbiyə edim, yedizdirim, məndən isə mənim oğlumu alırsınız öldürmək üçün. Fəqaləl Mut'im ibn Adi, o zaman Mut'im ibn Adi ibn Nofəl deyir ki, ey Abu Talib, qad ansafəkə qavmukə, sənə qarşı qövmün insaflıdır. وَجَهَدُ عَلَى التَّخَلُّسِ مِنْكَ بِكُلِّ طَرِيقٍ. Hər yolla çalışdılar, yəni səni çətinlikdən çıxartsınlar. Ki, yəni çətinliyə salmasınlar, hər cür yola gətirsinlər. Yəni 3-cü dəfədir gəlirdilər yanına. Ondan qabaq gəldilər bir başqa şeylə, indi gəldilər başqa şeylə. Yəni hər dəfə bir ya təzyiqlə, ya pişimlə, cürbəcür yollarla. Bu dəfə də qəribə bir təkliflə gəldilər. Vallahi mə ənsəftumunidir. And olsun ki, mənə qarşı heç insaf da etməlisiniz. Vələkinnəkum, lakin sizin məsələniz nədir? Əcmə'tə alə xizləni fəsnə mə bədələkə. Yəni, cəmaatı toplamısan mənə qarşı, mənə tək qoyasan deyə. Odur ki, istədiyi elə, bacardıq elə. Və qalə əşrafu Məkkə li Əbi Talib. O zaman Məkkənin şərəfliləri Abu Talibə dedilər, İmmə ən tuxalli beynənə və beynəhu linəkfiyəhu fə innəkə alə misli mə nəhnu aleyhi o əcmi' li hərbinə. Ya deyir, bizi onunla tək buraxacaqsan ki, sənin yervə həll edək. Çünki sən də deyir, biz olduğumuz din üzərindəsən. Ya da ki, deyir, bizə qarşı deyir, toplaşın düşmənçiliyə, döyüşə. Finnə lesnə, çünki biz deyir, yəni sənin qardaşın oğlunu tərk edən deyilik belə bu halda. Hətta nuhlikəhu o yakuffa annə. Ya deyir, onu həlak edəcək, ya da ki, bizdən əl çəkəcək, yəni bu söyüşlərlə əl çəkəcək. Yəni söyüşlər, yəni onlar ilahlarımızı söyür, bizi şeydir də, yəni təhqir edir bu mənada. Fəqat tələbnə ət-təxallüsə min hərbikə bi kulli mə nazunnu ənəhu yuxallisu. Biz hər yolla çalışdıq, yəni bu səninlə düşmənçilikdən xilas olaq, hər bacardığımız, hər zənn etdiyimizlə. O zaman deyir ki, fəbəəsə Abu Talib ilə Rasulillahi sallallahu aleyhi ve sellem fəqalə ləhu. Və Abu Talib Allah Resulü sallallahu aleyhi ve sellem çağırır və deyir, Yəbnə əxi, ey qardaşım oğul, İnnə qovməkə cəuni və qalu kəzə və kəzə. Sənin qövmün gəldilər yanıma, belə-belə şeylər dedilər. Fəəbqi aleyyə və alə nəfsikə. Yəni bu şeyləri burax, özün üçün də yaxşı, yəni mənim üçün də. Və lə təhmiluni mə lə ətiqu ənə və lə əntə.
nə məni, nə özü gücümüz çatmadığı bir şeyə vadar etmə. Fəkfuf an qavmikə mə yekrahuna min qavlik. Yəni nəyi ki xoşlanmırlar sənin dediyindən, o şeyləri deyir saxla. Fəqalə sallallahu aleyhi ve sellem, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, Vallahi, لو وضعوا الشمس في يميني والقمر في يساري ما تركت هذا الأمر حتى يظهره الله أو أهلك في طلبه. Allaha and olsun ki, əgər günəşi sağ əlimə, ayı sol əlimə versələr, bu işi deyir buraxan deyiləm ta ki Allah Taala bu dini izhar etməyincə və yaxud bu yolda deyir həlak olunmayınca. Fəqalə dedi bunu, gözləri yaşardı, ağladı. Ondan sonra deyir Əbu Talib deyir yumşaldı və biraz da əzmkarlıqla dedi ki, İmdi alə əmrikə fə vallahi lə əsləməkə əbədən. Öz işində deyir davam et. Allaha and olsun ki, səni heç kəsə təslim edən deyiləm. Vada Əbu Talib əqaribəhu ilə nusratihi fə əcəbəhu bənu Həşim və bənu Muttalib qeyrə Əbi Ləhəb və qalə Əbu Talib. O zaman deyir Əbu Talib deyir öz yaxınlarını, öz qohumlarını, yaxınlarını çağırdı yardımlaşmağa. Hamısı icabət etdi Bənu Həşimdən, Bənu Muttalibdən, Əbu Ləhəbdən başqa. Və Əbu Talib deyir ki, şeirində. Bax gör şeirinə. Vallahi lən yasilu ileykə bi cəm'ihim həttə əvsədə fi turabi dəfinə fəstə bi əmrikə mə aleykə qadadətun vabşir və qarra bizəkə minkə uyunə. ودعوتني وعرفت أنك ناصحي ولقد صدقت وكنت ثم أمينا وأردت دينا قد عرفت بأنه من خير أديان البرية دينا لولا الملامة أو حزارة مسبة لوجدتني سمحا بذاك مبينا. Yəni şeirin mənası odur ki, ümumiyyətlə yəni o cahiliyyə dövründə yəni Qureyşilər, yəni Qureyşlərin böyükləri şeir deməkdə, yəni bir-birləri ilə yarışırdılar. Deyir ki, vallahi lən yasilu ileykə bicəmihim. Allaha deyir and olsun ki, onlar deyir öz topluluları ilə deyir sənə çata bilməzlər, nə qədər ki mən deyir torpağa deyir dəfin olunmamış uzanmazam. Yəni nə qədər ki sağam da yəni. Fəsdə bi əmrikə. Öz işini aşkar deyir də et. Aşkar dəvət et. Fikir ver. Mə aleykə qadadır. Heç bir problem yoxdur. Və əbşir və müjdələ və qarra bizəlikə minkə uyunə. Göz aydınlığı ver, yəni dəvətinlə. Dəvətəni, məni də dəvət etdin və raftu ennəkə nasihi və bildim ki, sən mənə deyir, nəsiyyət etirsən, yaxşılıq istəyirsən. Və ləqad sadaqtə və and olsun ki, düz deyirsən. Və kuntə səmmə əminə və yanımda deyir, əminsən, yəni etibarlısan, inanıram yəni. Və uridtu dinən qad araftu bi ənəhu və deyir, mənə deyir, din, bu dini mənə ərz etdin. Mən də bildim ki, bu dinlər içində, yəni insanların dinləri içində ən xeyirli dindir. Və ləulə əl-mələmətu o hizaratu məsəbbətin, əgər deyir qınaq olmasaydı və yaxud qorxmasaydım ki, söyəcəklər, ləvəcəttəni səmhən bizəkə mubinən. Bunu açıq-aşkar məndən görərdin ki, qəbul etmişəm. Yəni, saxlayan bir dənə budur. Təkəbbürlük. Sonra deyir ki, dayanaq burada. Dayanaq burada inşallah. Subhanəkəllah, həmdükə, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və təvbə ileyk.